Tak. Смотрите, iz şkolu yazanlar olub, bir də sa şkolu yazanlar olub. Hansı düzdür? Bir dənə onu fikirləşin. İndi izah eləyəcəm. Çox adam belə yazır, fikir verin. Sa şkolu yazanlar var, iz şkolu yazanlar var. Bunlardan biri düzdür. Tak, okey. Uşağım evə qayıdıb. Ən düz variant olacaq. Мой ребенок вернулся домой. Мой сын вернулся домой. Моя дочка вернулась домой yaza bilərsiniz. Kimdə burada səhv var idisə, onu düz variantda yazın indi. Okey, baxıram indi ən populyar səhv elə o qoşmadadır. Ребенок пришел домой, вернулся домой. Okey, все. Fe'lərdə səhvlər demək olar ki, yoxdur. Мои дети вернулись из школы. Aha, хорошо. Amma qoşmada var. Deməli, biz məktəbə necə gedirik? Mən məktəbə gedirəm, necə yazırsınız? Bir dənə deyin onu. Mən gedirəm məktəbə və yaxud mənim uşağım gedir məktəbə. Bunu necə deyirsiniz? Я иду в школу. Вот, видите, hamınız V ilə yazmışsınız. Əgər biz hansısa yerə V ilə gediriksə, o zaman biz məktəbdən çıxanda izlə çıxırıq. Хорошо? Я иду в школу, я выхожу из школы. Və yaxud я вернулась из школы. Ona görə sa şkolu düz deyildi. Iz şkolu düz idi. Bəs necə deyirsiniz ki, mən işə gedirəm? Bunu yazın, mən işə gedirəm. Я иду на работу. Doğru. Görürsünüz, я иду на работу. Ona görə işdən çıxanda da burada s qoşmasını istifadə edəcəksiniz. Я выхожу с работы. Я вернулся с работы. Başa düşdünüz bu necə işləyir? В школу gediriksə, из школы çıxırıq. На работу gediriksə, с работы çıxırıq. С работы. Okay? Bu belə işləyir. V ilə gedirik, izlə çıxırıq. Na ilə gedirik, s ilə çıxırıq.